Radiusları 5 sm olan çevrələr bir-birlərinə və düzbucaqlının tərəflərinə toxunur. Ştrixlənmiş hissənin sahəsini tapın. Çevrələr bir-birlərinə toxunur deyə, deməli biz buradan baxsaq ki, radius 5 olduğu üçün düzbucaqlının eni olacaq 5, 5, yəni 10. Uzunluğu isə olacaq 1, 2, 3. Yəni 3 dənə 10, 30. Bu zaman düzbucaqlının sahəsini tapsaq S bərabərdir 10 vurulsun 30, yəni 300 alarıq. İkinci isə dairələrin S dairəyə baxaq. Dairənin radiusu 5-dir. Deməli onun sahəsi olacaq pi r kvadrat olduğu üçün 5-in kvadratı 25 vurulsun. Pi-ni də 3 olaraq götürsək 75 edər. Deməli 300-dən çıxırıq. 3 dənə 75-in, yəni 3 dairə olduğu üçün 3-ün də sahələri cəmi 300 çıxılsın. 375-imiz olacaq 200. Deməli 225. 300-dən də 225 çıxsaq qalar 75.